Naqilin müqaviməti nədən asılıdır? Ramal sən başla. Bir də axırıncı dəfə olsun. Dərs oxuyanda belə bir şey eləmə. Dərsin başına girirsən, dərsin adı nədir? Başlayırsan onun izahından. Keç başla. Ramal başla, səndən sonra başlayacaq. Naqilin müqaviməti nədən asılıdır? Naqilin müqaviməti nədən asılıdır? Biz gəlib axır ona çıxmalıyıq ki, naqilin müqaviməti nədən asılıdır? Başla. Bilirsiniz ki, naqilin müqaviməti onun uclarındakı gərginlikdən və naqildən keçən cəryandan asılı deyil. Təcrübədə müəyyən edilib ki, naqilin müqaviməti onun ölçülərindən və hazırlandığı maddədən asılıdır. Bəli, dayan bu cümlədə dayan. Bunun şərhi keçən dəfə izah vermişik. Bunun şərhi nə deməkdir? Deməli, naqilin müqaviməti nədir uşaqlar? Açın əvvəlki səhifəni. Ohm qanununda. Ohm qanunu. Bəli, ohm qanununda. Bu fərqi nədir yəni? Mən oxuyum, yoxsa deyim? Deyil, fərqi yoxdur. Ya oxu ya deyim. Mən iki fərqli lampanı ayıraraq eyni gərgin mənbəyə qoşduqda Yo, lampalar... ona girmə. 51'də o çox da dərinə girmə. Sadəcə onu deyən ki, müqavimət özü nədir? Ohm qanununa görə dövrə elementinin uclarındakı gərginlik bu elementin cəryan şiddətinin nisbəti sabitdir. Bu nisbətdə elektrik müqavimət adlanır. Deməli, dövrə elementinin uclarındakı gərginliyin bu elementdəki cəryan şiddətinə nisbəti müqavimət sabitdir. Bu da ki, deyir ki, bu müqavimət bu elektrik müqavimət. Şəkilə bax. Şəkilə fikir verirsiniz, orada lampa var. Uşaqlara çəkdirdim, işarə qoydum. Onların lampanın içindəki elementi görürsünüzmü? O neydi o? Wolfram. O Wolfram'a fikir verdiniz mi? Onun iki dənə o qırmızı belə telin qıraqlarını göstərdim ki, orada gərginlik yaranır. Həmin bu dövrədə bax, həmin o gərginliyin oradan keçən o yüklərin kimin təsidir o? Bağlayın uşaqlar, bağlayın. O yüklərə olan bir saniyədə keçən yüklərin miqdarına olan nisbəti dəyişmir. Həmişə sabit qalır. Buna deyirlər ki, ohm qanunu. Bunun da adını qoydu elektrik müqaviməti. Başa düşdünüzmü? Uşaqlar, müqavimət elə özü bilirsiniz nə deməkdir? Bayram, eşidirsən mi sən? Bayram, eşidirəm. Normal yerdə dur, açıq qoy. Bu müqavimət o demək ki, yəni əksdir. Yəni orada məsələn yük keçirsə, yükün sayını azaldır. Müqavimət o demək. Təsir elə bir. Yəni bu müqavimət bu cəryanın axışına mənfi təsir göstərir. Bu deməkdir. Çünki adı öz başına qoyulmur. Nəsə buna uyğundur ki, ona qoyurlar. Gəldik, buradan başladıq dərsə. Deməli, iki fərqli lampanın ayrı-ayrılıqda eyni gərginlik mənbəyinə qoşduqda lampalardan keçən cəryan şiddəti fərqli olur. Yoxlar, bunun elə bir hardasa bir şəklini görmüşdü ya. Haradadır o şəkil? Bundan qabaqki dərslərdə. Yoxdur. Bu haradadır şəkil? Başqa yerdə görmüşəm. Bu şəkil haradasa görmüşük. Neyse, buna ait 9'larla sizi qarışdırıram. 8'in də fiskasını da təsəvvür edin. Bu dəqiqə sizə göstərəcəm. 8'in fiskasını keçirik. Allah. Ben haradasa dərs deyil. Lampalarla bağlı sizdə keçmişdik. Yoxsa harada keçmişdik uşaqlar? Görün, iki dənə lampa işıq olmalıdır. Bir dənə lampa işıq olmalıdır. Bir dənə işıq. Lampanın artı və paylayı birləşdir. Müqavimətdədir, gör haradadır. Baxın şəkillərə. Lampa keçmək. Lampa olmalı, bir şəkil olmalıdır. Ya başqa bu tərəflərdə, görürəm haradadır. Neyse. Bir dənə lampa. Bunun özündə mən də çaşdırırsınız. O qədər yazı yazmışam, şəkil də görmür.
Çünki gedir 9'lar şeydə də 8'lərdə də elektrik cərəyanında 8-ci siniflərdə də orada baxıram. Burada şəklin içine o qədər yazmışıq ki, oradan görünmür. Şəkil 55'də. Səhifə 55'də şəkil 1 bu şəkildə girəcək. Baxaq uşaqlar, dayan. Oxu. Abi şəkilə gələndə Ramal oxu, şəkilə gələndə danışacaq. Qoy mən izah verim, o tərəfə gedəcəksən. Bildiyimiz kimi naqilin müqaviməti onun uclarındakı gərginlikdən və naqildən keçən cərəyandan asılı deyil. Onun uclarındakı gərginlikdən və bu nə deməkdir? Yəni ki, sabitdir. Başa düşdün? Nə o gərginlikdən asılı deyil, oradakı gərginlikdən. Nə də ki, o cərəyan şiddətindən asılı deyil, müqavimət. Məsəl üçün, uşaqlara dedim, küçə ilə gedirsən, 2 dənə küçədir də. Birində adam çoxdur, birində adam azdır. Müqavimət nə deməkdir? Sən getdiyin yerdə adam çox olan yerdə mi sənə çox toxunacaqlar, sürətin zəif olacaq, yoxsa boş küçədə? Çox olan yerdə. Boş küçədə. Çünki orada sənə müqavimət təsir azdır. Sən daha sürətdən gedəcəksən. O hissəciklərdir. O hissəciklər də bir naqilin içindən keçəndə ona təsir eləyən o müsbət iyonlar çox olarsa, o adamların sayı kimi, onun sürəti az olacaqdır. Amma oradakı müsbət iyonların sayı az olarsa, o sürətdən keçəcək. Öyle bir boş küçədəki kimi. Boş küçədən gedəndə sənə az adam toxunacaq, daha tez gedib getdiyin yerə çatacaqsan. Amma doğru küçədən gedəndə sənə toxunan adam çox olacaq, gedib başa çata bilməyəcəksən. Başa düşdünmü? İndi bu da deyir ki, müqavimət onsuz da o adam orada çoxdur. O gələn adamlardan asılı deyil ki, zaten o küçədə adam çoxdur. Kim az da gəlsə, çox da gəlsə, ona müqavimət göstərir. O adamın yolunu uzadır. Yəni adam gedilməz şeyə geç çatır. Başa düşdünmü? Bir də o müqavimət, o spiralın, məsəl üçün işığı misal göstərdik. O Wolframın uclarındakı gərginlikdən asılı deyil. Ona heç bir dəxli yoxdur. Materialın içindəki müqavimətin ona heç bir dəxli yoxdur. Uşaqlar, bunu başa düşdünüzmü? Görək bu. Görək bu naqilin içindəki müqavimət nədən asılı? Və diqqətlə qulaq asın. Axırda bu bizə dərsin başında verdiyi sualın cavabını mənə verəcəksiniz. Qulaq asın. Burada gəldi götürdük yenə də 2 dənə, bir də danışıram. Gəldi götürdü 2 dənə naqil götürdü. Dövrədə naqilin en kəsiyi bərabər olan. Uşaqlar, en kəsiyi bərabər olan odur ki, orada 2 dənə belə qıraqda şey çəkifləri, naqilin qıraq tərəfinə baxırsınız, göy tərəfdə 2 dənə belə stolpa kimi. Kitab, baxırsınız uşaqlar. Baxdınız? Bəli. Bax, bunu bilirsiniz də bunu. Bax, bunu, bir də bunu. Bunu keçəlim. 2 dənə onu çəkiflər. Bayram harada qaldı? Deyir ki, en kəsiyi görünür. Gördün Bayram, 2 dənə stolpa kimi olan balaca şeylər gördün. Şəkil 1-də. Bəli, görmüşəm. İkisinin də eni eynidir. Amma biri uzundur, biri gödəkdir. Fikir verdin? Bəli. Bu o deməkdir ki, birinin içine yazmışam 1 metre, birinin içine yaz 2 metre. Karandaş var yanında. Yaz birine 1 metre, birine 2 metre. Bayram sen şey vereceksin. Bayram sen kardeşin öyle gedəcəksən, tarixi sen yaxşı bilirsən. Tarixi ona öyrət. Çinlə Hindistanı ritorikaya əsasən, Aristotelin ritorikasına. Öyrədim gəlirlər. Baxın görməyəcə danışacaq. Amma şu an qardaşın savadsız uşaq deyil. Mən bəlbiyə öyrədirdim mənim, yaxşı başa düşürdüm. Bəli oxuyurduq. Oxuyandan sonra da, yox, ona bilsən nəyi başa sal? Bayram, ona bax sənə dediyim ki, dərsin iskeletini öyrət, ardıcılığı öyrədinə ki, nədən sonra nə gəlir? Yaxşı mı? Hakimiyyətləri, döyüşlərin illəri. Nələri yadda saxlamaq da lazımdır. Bir də o dərsin özünün ardıcılığını uşaq mənə ardıcıl danışsın. Həməm olar. Mənə onu öyrədəcəksən. Çünki mənim səni öyrətdiyim, sənin onu öyrətdiyin qədərdir. Bunu aksiyoma qəbul edin. Budur. Gəldik burada. Baxdınız mı uşaqlar buradakilara?
Bax, burada biri 1 metrədir, biri 2 metrədir. İndi görək bu bizə nə demək istəyir? Deyir ki, dövrədəki naqili en kəsiyi bərabər olan, yəni eyni bir dənə şunurdur, götürüb ondan kəsiblər, birini 1 metrə eləyiblər, birini 2 metrə eləyiblər. Gətirib o 1 metrəni burada bataryaya qoşublar, lampa eləyiblər. Bu birisinə də yenə 2 metrəyə də bataryaya qoşublar, gətirib lampaya alıblar. Görək lampaların deyir ki, əvəz etsək, cərəyan şiddəti və lampanın baxıblar ki, uşaqlar 2 metrədə olanın ışığı zəif yanır. Yadınızdadır da Raman, bunu keçmişəm sizə Amin. Bunun ışığı zəif olubdur 2 metrə olanın, amma 1 metrə olanın ışığı güclü olur. Güclü olur. Şimdi deyir açıqlama gelir, deyir bu nədəndir? Deyir bunun səbəbi ondadır ki, naqili uzun olduqda nizamlı hərəkət edən elektronlarda daha çox iyonlar toqquşur. Hə? Bəli. Başa düşdün mü? Ohm qanununa keçmişdim. Hə. İyonlar toqquşur. Ay, sən o daha çox iyonla toqquşun altından karandaşlayın. Karandaşlayırsa barəm sən də karandaş. Deməli, naqilin uzunluğu artdıqca uşaqlar, biri var küçənin ayağına qədər gedəsən, bir də var küçənin ortasına gedəsən. Hansında adamlarla daha çox toqquşacaqsan? Mən küçə Ayağında. Bunlar kim geçiyor? Uzaq, ay sağ ol. Deməli, naqil də belədir. Naqil də çox uzun götürəndə, o gedib lampaya çatana kimi çoxunla toqquşacaqdır. O gedib oraya çatanın sayı azalacaqdır. Oraya da o enerji daşıyır elektronlar. O elektron, enerji daşıyan elektronda biri var 100 dənə gedir, biri var 50 dənə gedir. 100 dənə gedənin ışığı güclü olur, 50 dənə gedənin ışığı zəif olur. Bax, bu gör. Uşaqlar, elektrik cərəyanı dəhşətli. Buna bax, sən Allah. Bu birisi Xiaomi'dir telefonum. Köhnə telefondur. O qırılmışdı ekranı yoldaşımda. Bu da S24'dür. S24'də rəngin palçıq kimi görür. Mən başa düşə bilmirəm. Bu niyə belədir? Ona görə çıxardım, ona taxam nömrəni. Kameranı silinir müəllim. Kamera şeydir, pis göstərir sizə. Niyə belə göstərir bilmirəm. Palçıq. Bəli. Mən bir dənə bu dəstə kameranı silinir. Silin? Burada kameranı silin, düzələcək kamera. Haranı silin? Özümdə. Mən telefon Göstər bəli. telefonun başına. Burası haranı sildim? Bunu nə olmaq deyil axı oğlum. Belə yenə belə bil ki, yox, bu bilik sənətəridir. Bura bu işığı başqa cür yansıdır. Şüşədir bu şüşə. Elə bil ki, orada oturursan. Amma burada yox, burada mən tamam bulanlıq göstərir. Fikirləşirəm ki, bəlkə ona taxam da, ondan keçim. Bəlkə elə eləyəcəm, bilmirəm, boş bir. Onda bəzi problemləri var. Hə. Bunda nə tər aldı oğlum? Estağfurullah, kristançılısıdır. Bir də gördüm, telefon alıbdı. Mən də heç telefona baxmadım. Sonra dərsə gedəndə tələbələr dedi ki, müəllim, xavan var bu nə qədər telefondur. Mən də uşağa dedim, uşaq qiymətini demədi. Bildi ki, əsəbləşəcəm ki, neyinirsən, bu qədər bahalı şey. Akancası bu maşını qoy var ha. Maşının yanına bir dənə ağaç qırılıb düşübdü. Maşın da bahalı maşındır. Fikirləşim, maşındır bu. Maşının üstə düşsə xurdu xəşirlişöydü. Kiməsə deyəndə deyib, get birini ye, 5'ini də sadaq elə. Get, o da deyib, kim edeyim alama bir telefon alım. Uşaqlar belə uşaqlar da. İndi əsəbləşirəm, o şüşə kimi göstərir, bu da heç bulanlıq. Yox. Nəysə, keçək dərsimizdə. İndi burada başa düşdünüzmü ki, müqavimət nə deməkdir? Müqavimət naqildəki o elektronların müsbət yüklü elektronların, iyonların müsbət yüklü iyon da bilirsiniz də nədir? Onlar axı elektronlarını, sərbəst elektronları gedib cərəyan daşıyır, elektrik yükü daşıyır axı, mənbədən yük daşıyıb aparıb cihazlara verir. Oradakı həmən o naqildəki sərbəst elektronları getmiş iyonlar da, onlar da həmən bu öz elektronlarını keçəndə mane olur. Söhbət buradan gedir. Filmi çatdıra bildim sizə. Bəli. Deməli, naqilin uzunluğu artdıqca onun müqaviməti artır. Deməli, küçənin ayağına gedəndə daha çox adamla toqquşursan. Bu hala maniyəli qaçış zolağına bənzətmək olar. Daha uzun qaçış zolağına maniyə sayı daha çoxdur. Bir də bax, şəkil 2-də. Bu tezcə çatır, maniyəsi azdır, o birisi də maniyəsi
çoxdur, lenti də uzundur. Yəni bunun görürsünüz bu 1 metrəlik elə bil ki, naqilə bənzəyir. O birisi sarı kofta da 2 metrəlik. Uşaqlar bunu başa düşdünüz? Uşaqlar. Uşaqlar Bəli, başa müəllim. düşdünüzmü? Bax, Amil, Bayram səndə açılmır mı? Bayram bir dənə bax şəkil 3-ə. Şəkil 3-ə bax. Mən baxıram. Şəkil 3-ə bax, bir də şəkil 4-ə bax. O nə deməkdir? Bax, şəkil 3-də mənə o naqillərin en kəsiyi göstərilibdir. Nə deməkdir o? Ola Bəli, bilmən yəni nəyə bir nəfər? qapıdan bəli. Birində böyükdür, birində nəzik. Siz bilirsiniz, qoy Bayram desin. Birində daha çox insan keçir, amma birində daha az insan keçir. Artıq. Yəni burada enerji ilə əlaqədar olur. Enerji birində daha çox. Qulaq. Birincidə qapının ikisi də qapılara bax. Hansı qapı açıqdasında qapı daha bağlıdır. Və şəkil 4-ün birincisində bir dənə qapı açıqdır, ikincisində 2 dənə qapı açıqdır. Sən indi o şəkil 3-lə müqayisə elə. Orada 2 dənə nədir o göstərdiyi naqillər, nədir oradakı, nə demək istəyir? 2 dənə turba Mən burada 2 qapıdan daha çox enerji, elektrik keçir. Amma bir qapıdan daha az elektrik keçir. Ona Ya, nisbətən. indi onu şəkil 3-də mənə izah edir. Nədir? Orada nə ilə izah edirsən? Orada 2 dənə belə nələr fərqlidir? Mənə de görüm. Fərqli olanlar nədir? Mən burada var, naqil en kəsim. Biri böyükdür, biri balacadır. Naqilin en kəsiyi ilə alsın. Naqilin en kəsiyi çoxdursa, daha çox gedir. Biri var dar küçədən gedirsən, biri var enli küçədən. Başa düşdü? Elektrik birindən az keçir, birindən çox keçir. Ay sağ ol. Bu deməli nədən asılıdır? Naqilə bərabər, amma ikisinin də içinə yaz 1 metrə. Yuxarıdakına yaz birincinə 1 metrə, ikinciyə 2 metrə. Kimsə nəsə dedi mi? Mən yazmışım. Yazdın. Aşağıların ikisi də 1 metrədir. Amma en kəsiyi artıqdır. Deməli, naqili bərabər uzunluqda. Ancaq en kəsiyin sahəsi daha böyük olan naqili əvəz etsək, lampanın parlaqlığı artar. Bəli, lampanın ikinci daha parlaq. Deməli, nazik naqillə müqayisədə qalın naqilin en kəsiyindən vahid zamanda daha çox elektron keçir. Yəni, cərəyan şiddəti güclü olur. Buna görə də naqilin en kəsiyinin sahəsi artdıqca onun müqaviməti azalır. Azalır. Bu halı hər iki tayı və hər iki tayı açılmış məktəb halı. Yəni, bir tay və hər iki tay qapılardan şagirdlərin keçməsinə bənzətmək olar. Hər iki tay açıq qapıdan eyni zamanda daha çox şagird keçir. Bunu başa düşdünüz buraya qədər? Bəli. Bunu keçinib uşaqlara da başa salmışaq. İndi gələk rezistorla reastor görək nə deməkdir. Naqilin müqaviməti onun hazırlandığı maddədən də asılıdır. Bax, bu maddə, bunu şəkil 5-də. Deməli, bəzi naqillərin bəzi maddələrin keçiriciyi digərinə görə daha yaxşıdır. Belə maddələrdən hazırlanmış naqillərin müqaviməti az olur. Məsəl üçün, uşaqlar şəkilə baxaq, orada 5-ci şəkilə. Ən keçirici gümüşdür, sonra mis, alüminium. Şəkili tamam oxu, Ramal, şəkili tamamilə oxu. Nə yazısı var, hamısını oxu. Elektrik müqaviməti artır, keçiricilik azalır. Aha. Deyir ki, aynen şəkil 5-də nə demək istəyir bizə? Oxu onu. Müxtəlif maddələrdən hazırlanmış eyni ölçülü naqillərin müqaviməti fərqlidir. Çox artıq dərəcədə xahiş edirəm. Sizə deyəndə ki, ay uşaqlar bir şəkil oxuyun. Sizə deyəndə ki, ay uşaqlar, bu şəkili nə olar xahiş edirəm. Mən nətər oxuyuram sizə? Adını oxuyun, familiyasını oxuyun, şəklin özünə demək istəyir. Bir səliqə ilə oxuyun da. Amil oxu. Mənim gümüş naqildir, onun da sonra mis naqildir. Ay sən deyirəm 5 oxu. Sən nə getdin altına girdin? Bir gör sənə nə deyirəm? Müxtəlif maddələr. Keçirici maddədir. Bəli. Enobit keçirici maddədir, enobit. Nətəridir? Enobit müəllim. Aha. Mən keçirici maddədir. Mən bilmirəm, onu internetə sual verirəm. Bilmirəm keçirici olub, o da elektrik olub olmadığını haqqında məlumatım yoxdur. Sən onu hardan dedin ki?
Bizim müəllim demişdi. Mən deyəcəm kitabda var. Mən baxdım kitabda yoxdur. Sən onu kitabın onun adını düzgün bax. Onu şeye internete sual ver. Google'a sual ver ya yapay zekaya. Yaxşı. Əsas odur. En yaxşısı odur. Tamam. Ben indi geliyor baxama adı nədir? Metal. Yox, özün də baxa bilərsən. Elə şeylər çoxda nə var ki? Bax gör adı. Ha? Hə. Baxaram indi müəllim Yox, keçirdim elə adını çox deyim. belə açılı vəziyyətə salma özünü. Bax ilə orada harda var deyilən. Tamam. De görüm. Müxtəlif maddələrdən hazırlanmış eyni ölçülü naqillərin müqaviməti fərqlidir. Bəli. Ha? Nə yazır Yazır. şəkildə oxu? Elektrik müqaviməti artır, keçiricilər azalır. Ay sağ ol, qulaq. Deməli soldan sağa keçdikcə müqavimət artır. Müqavimət artanda, yəni maneə çoxalır. Maneə çoxalanda da keçiricilik azalır. Birinci nədir? Gümüş naqildir. Sonra? Mis naqil. Aha. Sonra alüminium naqil, bir Aha. də nixron naqil. Deməli nixron naqildən o qədər istifadə edəmirlər. Gümüş naqildən istifadə edə bilmirlər ki, çünki baha başa gəlir. O əlverişli deyil. Amma mis ondan daha əlverişlidir. Ən çox misdən alüminiumdan istifadə edirlər. Başa düşmüsünüz uşaqlar? İndi Allah qismət eləsin. Yaxşı imkanlarınız olanda bir ürəyiniz isə ev tikdirsəniz, baxacaqsınız ki, misin keçiriciliyi daha yaxşıdır. O elə birinci misdən istifadə edilir. İndi misin alümdən qiyməti, alüminiumdan bəlkə də bax ola bilər qiyməti. Nəysə. Bunu gördünüz. Aşağıki şəkilə bax görüm. Oxu onun altdakını Amil. Rezistor və Rezistorda yuxarıki. Cəryanın eyni ölçülü, ancaq müxtəlif maddələrdən hazırlanmış naqillərdən keçməsini avtomobilin asfalt və torpaq yolda hərəkətinə oxşatmaq olar. Avtomobil torpaq yolu ilə müqayisədə asfalt yolda daha rahat hərəkət edə bilir. Ay, adamın canına da sarıyaq kimi yəni. Bir də var torpaq yolda gedirsən, maşınla beraber sənin də bütün çalaqdan tökülür. Bir də var ki, asfalt elə bilirsən ki, belə düppədüz gedir. Düz getirdim. Oğlum deyirəm amma şeydə Yaponiyada küçələr bomboş. 40 milyon əhali yaşayıb, 40 milyon əhali səssizlikdə qulağını batır. O qaldığım mərkəzdə, şəhərin mərkəzindəki oteldə kurslar oxuyurdu səhər-səhər. Şəhərin sxemini mənə göstərdi. İndi baxa bilərsiniz Yaponiyanın metro sisteminə. Yerin altı, şəhər yerin altındadır. Yəni hamı şəhərində yerin altında metrolardan istifadə edir. Yəni təsəvvür edirsiniz ki, hər yer şəhər, o qədər metrolar bir-birinə yaxındır ki, bütün insanlar elə bir ki, metrolardan istifadə edir. Maşın azdır. Belə insanları haqqında danışır, amma o qədər sadəlöv, o qədər təvazökar insanlar, qadınlar o qədər səliqəli geyinir, insanlar o qədər nəzakətli, dəhşətli dərəcədə sakit millətdir. Onlarda belə rüşvət söhbəti, zat, belə şeylər, kateqorik yoxdur. Ölüm deməkdir, elə bir onlarda termin söhbəti yoxdur. Təsəvvür edirsiniz? Deyirəm, amma metroya girirsən, orada bir yapın dilində bir söz dedi. Dedi, elə bir ki, bu insanlar düşünmürlər. Beyin bədən meditasiyadadır. Sakitçilikdir. Beləcə insanlar elə bir ki, düşünmürlər. Heç nə haqqında düşünmürlər. Həyatları deyil, evləri çox sadə. Kiçik evləri var. Dərim çox danışdırmadım. Deyir, məsələ, qatara minirdik, bu şəhərdən o şəhərə gedirdik. Deyir, orada Tayvandlar zatlar var idi, onlar adam anlatmağa çalışırdılar restoranda. Adil sənə xidmət edirdi. Baxırdım ki, əməlli başlı bir restorana girsən 15 manat bizim bundan xidmət haqqı gəlir. Amma Yaponlarda o yox idi. Onu çox şeylər danışdı onlara aid. Amma deyirəm, amma minik şeyə gedirsən, sürət qatarına gedirsən. Stəkan belə durur, suyun üstü düpbədi üstü tərpənmir. Bunlar dəhşət millətdir. Bunlar sadəcə tamam başqa bir sistem üçün işləyir. Bakıda 4-5 milyon əhali var, şəhərdə maşınla durulasıdır. Hamı maşın göstərir ki, başlayırsan başıboş özü kreditdə maşın göstəricidir. Amma orada elə xasiyyət yoxdur. Məsələn, bir şirkət batanda birinci şirkətin rəhbəri istifaya gedir. Bir şirkət bank tənəzzülə doğru gedəndə birinci şirkət rəhbəri öz maaşını kəsir. Bunlar ayrı bir sistemdir, ayrı bir dünyadır, ayrı bir sivilizasiyadır. Oğlumun dostu da orada oxuyurdu. Onunla da görüşməyə getmişdi. Yapon səfirliyi ilə getmişdi. Deyirəm, amma tamam başqa bir dünya, ayrı bir aləm.
Ona görə uşaqlar, Allah sizə qismət eləsin. Yaxşı oxuyun, yaxşı savadınız olsun. Siz də dünyanı gəlsin. Yaxşı şey. Hə, bax, məndən sizə əmanət. Nə siqaretə, nə içkiyə meyilli olmayın. Belə şeyləri həyatınıza soxmayın. Mənim uşaqlarım elə uşaqlar deyirlər. Siz də istəyirəm, mənim uşaqlarım kimi siz fərqi yoxdur. Nə siqaretə, nə içkiyə meyilli olmayın. Deyirəm, amma ətrafında mənə deyirlər ki, sən nə yaxşı belə hər yerə gedə bilirsən. O da deyir ki, valla mən arağa verdiyim pulu, siqaretə verdiyim pulu yığıram, xarici gəzməyə gedir. Ona görə siz də elə olun. Həyatınıza elə mənfilikləri soxmayın. Yəqin ki, mən bilən heç birinizdə. Ailə üzvləriniz varsa, onlara da tərk etməyə çalışın. Yaxşı? Öydə kimsə elə şeylərə meyillidirsə, Bayramgildə dindar ailədir. İnanmıram, Bayramgildə elə şeylər olmaz. Atan içki içirmi? Ha, Bayram? Bəli, müəllim. Qoyma, onlar belə. Sizinkilər bə? Sizin atanız içirmi? Ay, ya, hə, ya, yox, nə var ki? Bəli. Ləğv edin, atanıza ləğv edin. Bax, sizi onda tanıyacağım ki, siz güclü uşaqlarsınız. Birinci özünüzə qalib gəlin, bir sonra da evdəki araq, siqaretlər də var mı? Bəli, müəllim. Amma səninki də elədimi? Mənimki arada. Yox, ləğv edin uşaqlar, atanızı məcbur edin. Biraz yaxşı oxuyun. Bax, mən onda sizi tanıyacağım. Bax, birinci gücünüzü orada biləcəm. Göstəriciləriniz yüksək olandan sonra öydə hamı idarə edirsiniz. Yaxşı mı? Mən sizə deyəcəm necə idarə eləmək lazım. Hər 5 alandan sonra sizə test verəcəklər. Hamısı dediyiniz gibi qanundur. Belə bir qanun. Evdə kim ağıllıdsa hamı onu eşidir. Ona görə bir müddətdən sonra evdəkiləri idarə edirsiniz. Nəyə də ehtiyacınız var mənə deyərsiniz. Mən kirmitçəni sizə başa salacağım, qıraqdırıb gedəcəm. Atanıza deyin ki, siqaretə və arağa verdiyiniz pulu yığın, bir kassaya tullayın. Onu mənə gələcəkdə bir yatırım edirsiniz. Məni xaricə göndər gəzməyə. Mən oxuyuram, 5 alıram. Mən dərslərimi oxuyuram, sən də onu elə. Yaxşı? Deyə bilərsinizmi, yoxsa deyə bilməzsinizmi? Onda mamanıza deyirsiniz, atanıza yox. Deməli, uşaqlar, biz burada müqaviməti öyrəndik. Gəldik müqavimətin işini öyrəndik ki, müqavimət nə deməkdir? Cəryan şiddətinə müqavimətin arasındakı bu prinsipi öyrəndik ki, müqavimət çox olanda keçiricilik necə olur? Müqavimət çox olanda keçiricilik az olur, müqavimət az olanda keçiricilik yaxşı olur. Bu metalları da yadınızda saxlayın. Bu naqilləri, gümüş naqil ən yaxşısıdır, mis naqil ondan sonra gəlir, alüminium ondan sonra. Buradakı da nədir? Gələk açkimin gözünü dəyişən. Mikron da. Mikron. Deməli, burada da asfalt yolundan torpaq yolu. Bunun izahını ver görüm, nə deməkdir bu Bayram? Asfalt yolundan torpaq yol. Asfalt yolu düzdür, mən torpaq yol Maşın hansına gedəndə əziyyət çəkir? Torpaq yolundan. Deməli, bax, elektrik cəryanı keçəndə də elədir. Elektron keçəndə, yük daşıyanda, o elektron onun içində iyonu çox olanda mı əziyyət çəkir, iyonu az olanda mı? İyonu az olanda. İyonu çox olanda toqquşur. Hə, iyonu çox olanda toqquşur. Başa düşdün? Bura getdik. Gəldik, bunu şəkli başa düşdük. Gəldik aşağı. Görək bu rezistorla reostat nədir? Çünki bu terminlərdən artıq daha yeni istifadə edəcəyik. Deməli, uşaqlar, bax, elektrik şiddətini ölçmək üçün cihaz oldu. O cihazın adı nə idi? Ampermetr. Bu elektrik gərginliyini ölçmək üçün cihaz oldu. Onun adı nə idi? Voltmetr. Gördünüz mü? Deməli, uşaqlar, onlar üçün hamısını cihazdır. İndi müqaviməti baxaq görək ölçmək üçündürmü, tənzimləmək üçündür. Bu rezistor, reostat nədir? Biz indi onu çəkəcəyik uşaqlar. Keçək buna. Bu dərsi mi? Malades, düz eləyirsən. Həmişə müəllimin yanına gəlməmişdən qabaq oxumaq lazım. Yaxşı, onda sən oxu, bizə izah et. Mən də oxumuşum. Malades, başa düşürsünüz uşaqlar? Bəli. Sən Tənzimləmək üçündür. ha? Tənzimləmək üçün müəllim bir şey.
Mən alqışlayıram uşaqlar. Sizin ucu araşdırmaçılıq qabiliyyətinizi alqışlayıram. Halal olsun sizə. Kim araşdırma eləyirsə, dərsdə başa düşmədiyi hansısa bir məsələni yapay zəkiyə verirsə, Google-da axtarırsa, mütləq onu Wikipedia girirsə, mən o uşağı alqışlayıram. Deməli, o uşaq yavaş-yavaş trampolinləri qaldır. Bəli. Mən həmişə elə şeylər yapay zəka verirəm, çox yaxşıdır. Hə, yapay zəkiyə mən də verirəm. Amma düzdür, bəzən görürsən ki, məsələn, istədiyim cavabları məni qane eləmir. Amma yenə də ora baxıram, Wikipedia baxıram, YouTube-a baxıram. Hamısından ortaq bir məxrəc çıxarda bilirəm. Amma elə bir şeylər oldu ki, görürüm ki, yapay zəka tam da belə %90-95 cavab verir. Məsələn, bəzi tərəflərin tam açıqlamasını verə bilmir. Amma hər halda yoxdan yaxşıdır. Tamam. Uşaqlar. İndi başda görək oxuyun bir izah verəcəksiniz. Sən Bayram başla. Praktikada ədədi qiymətləri fərqli olan bir çox müqavimətlərdən istifadə olunur. Aha. Böyük müqavimətli spiralı formalı naqil rezistor adlanır. Rezistorlar mən izah verim onu. Şeyə gəl izah ver. Nöqtəyə gəl izah. Rezistorlarda yüksək cəryanın əsas həssası dövrə elementlərinə zərər verməsi üçün cəryan şiddətini azaltmaq lazım. Gəldikdə istifadə olunur. Ay sağ ol. İndi bunu mənə izah ver. Görün bu bizə nə demək istəyir? Mən deyir ki, böyük müqavimətli spiral formalı nazik rezistor adlanır. Yəni böyük müqavimətli spiral formalı naqil rezistor adlanır. Deməli, mən rezistorlar dayan. Cümləni bir daha açıqlayaq. Böyük müqavimətli spiral formalı naqil. İndi bunu mənə izah elə də bu böyük müqavimətli spiral formalı naqil nə demək? 7-ci səsdən yuxarısında. Aha. Deyil, ay belə bir gördüyünüzü sözlə ifadə edin. Radionu mən. Radyo keçmə, girmə, radyoya girmə lazım. Bəli, müqavimətli böyük spiral formalı naqil. Qardaş, bir denək ki, biz naqil həmişə düzü istifadə edirik. İndi biz bunu spiral formalı eləyirik ki, bu spiral form, bax, qulaq as da. Biri var, düz yol gedirsən, düz deyil. Bir də bax, belə yol gedirsən. Başa düşdün mü? Belə yol gedəndə, ciyarın dağılır. Həddən düşürsən. Belə düz yoldur, gedirsən. Yəni, burada artıq müqaviməti artırmaq üçün spiral qaydalı naqildən istifadə edirlər. Başa düşdünüz mü uşaqlar? Başa düşdün? Ona görə deyil, böyük müqavimət. Spiralı dolaq elədi. Biri var, spiral düz gedir, bir də var dolaq. Yaxşı, uşaqlar. Siz heç o vaxtı kərpicin içində toka gətirib spiral bağlayırdılar. Spiral olurdular. Kərpicin içində belə gəlir, üstə bir qazan qoydun, qab qoydun ki, məsələn, kənd yerində, bəzi yerlərdə onun üstünə qoy, yemək pişirirdin, çay qoydun. Görmüşdünüz mü? Mən görmüşəm. Ay, bu spiral niyə görədir? Yəni ki, biz orada cərəyan şiddəti, bax, o zərrəciklər orada dolambac olsun, çox qalsın ki, istiliyi çox versin. O məsafə çox olsun. O biri var, belə bir düz olsa, minimum oraya geçsin bir 50 santim spiral gedəcək. 50 santim spiralda nə istəyir olacaq? Amma onu belə eləyir ki, oraya bir 2 metrə spiral geçsin. Onun üstü yeməyə qoyan kimi, çay qoyan kimi tezcə hasıl olsun. Bu spiral prinsipində, bax bu, buradakı müqavimətlə bağlı, cərəyan şiddətinlə bağlı, verilən istiliyinlə, işıqla bağlı prinsip odur. Bax, Wolfram telini də gördünüz mü uşaqlar? Wolfram teli necədir lampanın içində? Mən Wolfram istiliyə dayanan O başqa tərəfdir, quruşundan danışıram. Düz xətt Spiral formalıdır. spiral formalıdır. Çığırın versin. Başa düşdünüz? Məqsəd odur uşaqlar. Tamam. Bax, bunu başa düşdünüz. Böyük müqavimətli spiral formalı naqil rezistor adlanır. Rezistorun yüksək cərəyanının rezistordan cümləni başa düşək. Yüksək cərəyanın həssas dövrə elementlərinə zərər verməməsi üçün cərəyan şiddətini azaltmaq üçün lazım gəldikdə istifadə olur. Yəni, cərəyan şiddəti güclü keçir. Məsələ görürsən, işıq partlaya bilir, spiral yana bilir bir müddətdən sonra. Bunu o rezistor ona görə eləyirlər ki, bunu lazım gələndə azaltsınlar.
Başa düşdünüz uşaqlar? Məqsədini başa Bəli. düşdünüzmü rezistorun? Hə? Bəli. Bayram de Bəli, görüm indi bəli. burada nə dedi? Yəni burada deyir ki, rezistorun yüksək cəryan hissəsini dövr elementinə zərər verməməsi üçün cəryan şiddətini azalmaq lazım gəldikdə istifadə olunur. Ay da. Dövrədəki o elementlərin zərər verməmək üçün cərəyan şiddətini azaltmaq üçün istifadə olunur ki, yəni elektronlar orada sürətlə keçməsin. Yavaş-yavaş keçsin. İnşallah Yavaş-yavaş. bunu başa düşdünüz mü abzas? Bəli. Bəli, müəllim. Ay, keçək aşağıya. Oxu görün bayram, oxu. Gündəlik fəaliyyətimiz zamanı radio və televizorların səsini və ya ütünün istiliyini tənzimləmək üçün onların düymələrini çeviririk. Aha. Düyməni çevirərkən müqaviməti dəyişdiririk. Aha. Müqavimət artdıqda cəryan şiddəti azalır, müqavimət azaldıqda isə cəryan şiddəti artır. Ay, sağ ol. Görək, bundan ötəri görürsünüz ütünün üstüdür. Məsələ o vaxtın radiolarda artırıb azaltmaqda. Ondan istifadə edirlər. Ay, sağ ol. Yəni ki, tənzimləmə iş prinsipini yerinə yetirir. Həm düyməni çevirəndə müqavimət dəyişir. Düyməni çevirəndə müqaviməti dəyişdik. Müqaviməti artırdıqda cərəyan şiddəti azalır. Müqaviməti artıq tərs mütənasibdir. Gördünüz uşaqlar? Erlə i tərs mütənasibdir. Er artanda i azalır, er azalanda i artır. Yəni cəryan burada ya şeydir. Uşaqlar onu karandaşla yazın ora. Yəni onun içinə yazın. Ya aşağıya yazın. Yazın ki er mötərizənin içində yazın ki müqavimət. Tərs mütənasibdir. I cəryan şiddəti. Mən yazdım. Yazdınız uşaqlar. Yadınızda qaldı bu? Keçdi. Keçək öbürsünə. Amil oxu ondan sonra. Dövrə müqaviməti dəyişərək cəryan şiddətini tənzimləmək üçün rezistordan istifadə olunur. Dayan. Düz oxu. Mən restortdan. Reostatdan istifadə olunur. Şəkili gördünüz mü reostatın şəklini? Bəli. Bax, burada reostatın qurğusudur. Rezistora fikir verirsiniz uşaqlar. Bax, bu da şəkillərə fikir verirsiniz. Rezistorlardır. Rezistorun şərti işarəsi və praktikada istifadə olunan bəzi rezistorlar. Bax, işarəni gördünüz uşaqlar. Rezistorun işarəsini gördünüz mü orada yuxarıda? Uşaqlar, şəkil 7-də spiralın yanında. Şərti işarəsini gördünüz mü? Gördüm. Ona sxem içində çəkilməlidir. Bax, bu rezistorun şərti işarəsidir. Aşağıda da bu həyatda gördüklərinizi televizordur, başqa qurğulardır. Bunların hamısının içində var bu. Başa düşdünüz? Bəli. Bax, bu gedib orada həmən onu cəryan şiddətini artırıb azaltmaqdan ötürü. Bunu gördük. Bax, bunlar rezistorlardır, yuxarıdakılar. Rezistorları gördünüz. Bu rezistorundan uşaqlar, rezistorla reostatın fərqini mənə deyəcəksiniz. Gələn dəfə soruşacağam onu. Görək nədir? Dövrədə müqaviməti dəyişərək cəryan şiddətini tənzimləmək üçün reostatdan istifadə olunur. Bu nədir? Rezistordan yüksək cəryanın həssas dövr elementlərinə zərər vurmaq üçün cəryanın şiddətini verməməsi üçün cəryan şiddətini azaltmaq lazım gəldikdə istifadə olunur. Bu nədən ötəridir? Dövrədə müqaviməti dəyişərək cəryan şiddətini ikisi də eynidir, bir-birinə yaxındır. Bunun iş prinsipi görək nədən ibarətdir? Reostatın iş prinsipi naqili müqavimətini onun uzunluğundan asılı olmasına əsaslanır. Demin bunun müqaviməti reostatın iş prinsipi nədən asılıdır uşaqlar? Bax, sizə qısa danışdım da bunu. Buradakı şey var, şəkil 9-da. Gördünüz? Bəli. Ama sən fikrin başqa yerə gedir. Mən kitab oxuyuram, sənin gözün başqa yerdə.
Senin kitabda olsun. Belə şeylər eləmə. Bak burada fikir verirsiniz reostatta. Reostatta görürsünüz üstünde de bir tane 2 qara düymə var. Bir tane 1 burada, bir tane 2, bir tane 3. Görək bunlar nədir? Reostat dövrəyə qoşularkən naqilin bir ucu 1 sıxacına, digər ucu isə 3 sıxacına birləşdirir. Görürsən fikir verirsiniz bu naqilə qoşanda naqilin bir ucu gəlir burada 1-ə birləşdirir, bir ucu da 3-ə birləşdirir. Cihazın sürgüsünün 2 sürgünün sürtülməsiyle müqavimət dəyişdirilir. Bax, orada belə bir cihaz var. O cihaz burada sürtməklə o tərəf bu tərəfə bunun müqavimətini dəyişdirirlər. Görək bu nədir? Proses reostat modelində və reostatın elektrik dövrəsinə qoşulma sxemində daha aydın görünür. Bu deməli 10-cu şəkildir. Baxaq 10-cu şəkildə görək nə ayrılıq var. Məsələn, sürgünün sağa sürtməklə naqilin uzunluğu artdığından sağa sürtəndə naqilin məsələn sürgünü sağa sürtdükdə naqilin uzunluğu artdığından rənglənmiş hissə. Onun müqaviməti də artır. Bu zaman reostat digər hissəsi rənglənməmiş hissə dövrədə iştirak etmədiyindən o hissənin müqaviməti azalır. Elə bil ki, uşaqlar, kəndirdir də, qulaq as. Uşaqlar, bilirsiniz necə? Bax, bu belə-belə dolanır. Düz deyil, kəndir. Başa düşdüm. Biri var, naqil buradan girib, buradan çıxanda, eşidirsiniz məni? Bu naqil buradan girib, gəlir üstəkindən gedir axı. Burada da dolanıqlıdır. Buradan gəlib, reostat üstəki düymə burada duranda bu spiralın hamısından keçir. Uzanır. Ama buradaki üstteki düğme var. 1, 2. 2 buradan keçəndə uşaqlar. Bura girmir ora. Torka bu hissə girir. Elə bil ki, sən bilirsən nə arısan. Bu nə demək? Sən ki, bu küçə var. Görürsən, bu küçə doludur. Başa düşdüm. Deyirsən, mən bu küçənin bir başından girməyim də. Elə bu küçədən, o birisi küçədən gedeyim. Yarı yolda gedib onun ortasından gedib gedərəm. Başa düşdünüz mü? Yəni, müqavimət olan yerdən girmirsən. Yarıdan girirsən. Bu dərsin bu hissəsi bundan ibarət. Bunu başa düşdünüz uşaqlar. Burada reostatdan danışdıq. Keçən dəfə kimi danışmışdım. Bir də reostatdan danışdıq. Bir də rezistordan. Rezistordakı rezistor nədən ibarətdir? Dövrədəki, diqqətlə qulaq asın. Dövrə limitlərinin zərər görməməsi üçün cərəyan şiddətini azaltmaqdan ötəridir. Bu da gündəlik həyatımızda bunun hər yerdə görürük. Ütüdə, televizorda, nə bilim, başqa cihazlarda görürük. Bax, bu da şəkil 7-dəki kimi olur. Bax, bu şey, o cihazlardakı rezistor, bax, bu şəkil 7-də gördüyümüz kimi olur. Sonra reostatdan istifadə olunur. Reostatın da qaydasını bildiniz. Yuxarıdakı üstündə bir düymə var. O düyməni, o sürgüdür. Cihazın sürgüsüdür. Onu o tərəf, bu tərəfə aparmaqla oradakı naqilin uzunluğunu artıb azaldırlar. Başa düşdünüz? Ondan da elə istifadə olunur. Bunu da şəkil izahı verir. Bunu başa düşdünüz. Bizim başqa dərslərdən köməyə ehtiyacınız varmı? Coğrafiya qalsın ayrı keçəcəm. Tarixdir. Tarix da uşaqlarla bir yerdə keçəcək. Hansı dərsdə? Biologiya ilə kimiyadan qabaqdasınız dalda. Təzə dərsiniz varsa izah verək. Mən biologiyadan baxıram bir dənə. Baxın dedim. Biz bu biologiya keçmədik. Yox, mən səni anlayıram. Sizlərə dəstək varsa, amma hansı dərsdən kömək var mı? Bizdə Var idi biologiya, amma heç kim gəlməmişdi, ona görə keçmədim. Mən sizi anladım. Mən sizə biologiyanı keçmişəm, yoxsa yox? Mən keçmişdim. Tamam. Emin, səndə nədir? Bizdə müəllimə öyrənməyə veribdi. 6-cı dərsi ekosistemlərdə qida münasibətləri, qida şəbəkəsi. Biologiya. Səhifənin adı. Mənim 2 cümlə var orada. 2-3 cümlə yazılıb. 2-3 cümlə yazılıb.
Qardaş, mənim səhvəmidir. 47. Hə, 47 köhnə dərs olar. Hasat deməlim. Ha. Bir dənə 47-dir. Bir el 47. Hə, bunu mən 6'lara da keçirəm. 6'da da var bu. Nə deməkdir bu? 6'da da var. Qida münasibətləridir də. Yəni bir-birindən qidalanırlar. Biri var, məsəl üçün, 6-cı sinifdə belə bir dərs keçdik. Çəyirtkə də ot yeyir, ondan sonra həşəratlar da ot yeyir, tırtıl da ot yeyir. Eşidirsiniz mən uşaqlar. Amma qurbağa çəyirtkə yeyir, qurbağa. Məsəl üçün, quş həmin qurbağanı yeyir, həmin çəyirtkəni yeyir, həmin tırtılı yeyir, həm də otu yeyir. Siz verdinizmi nətər? Bizdə mənimlə belə gəldi. Bir tırtılla, tırtıl qurbağa ilə, qurbağa ilanla, ilan kirpi ilə, sonra insandan aslanla. Hansıdır şəkildir? Haradadır? Yox, mənimlə özü yazdırmışdı. Hə, mən bunu göstərirəm. Komissiyonu yazdırıbdı nəsə. Hə. Şəkli görürsünüz uşaqlar. Görürsünüz bu şəkli. Otu nə yeyir? Çəyirtkə. Otu nə yeyir? Tırtıl. Çəyirtkəni kim yeyir? Qurbağa. Bax, buna fikir verirsən, bu nədir? Quşdur. Quş qurbağanı da yeyir. Quş bunu da yeyir. Çəyirtkəni də yeyir. Tırtılı da yeyir, otu da yeyir. Fikir verdiniz mi? Bir qida şəbəkəsidir. Yəni burada bir şikar var. Bir də ovlayan var. Anlaşılmayan bir şey. Ha? Anlaşılmayan bir şey yoxdur məncə. Ha, orada anlaşılmayan bir şey yoxdur. İndi kimyadan hardasınız da? Kimyadan biz dünən var idi, təkrarladıq. Elementlərini, suyun elementini. Uşaqlar, belə eləyəcək də. Fiskanı yetmir. Qoy fiskanın bayram hara geçir? Ay bayram, sən niyə yoxa çıxırsan, ha bala? Alo. Ay bayram, sən haradasan, ay bala? İnternetim getmişdi. İnternetim getmişdi. Uşaqlar, gəlin ondan sonraki dərsə baxaq. Ondan sonraki dərsdə elə belə... Uşaqlar, indi siz dərsimizi başa düşdünüzmü nə demək? Dərsin adı nədir? Naqili müqaviməti nədən asılı? Uşaqlar, naqili müqaviməti nədən asılı oldu? Bax, birinci tərbiyyədə nədən asılı oldu? Onun hazırlandığı maddədən bir də naqili uzunluğundan, uzunluğundan 2, bir də nə? Enliliyindən. Maladır. Halal olsun. Halal olsun. 3 dənə əsas parametrdən asılıdır. Materialından asılıdır, materialın enindən asılıdır, materialın uzunluğundan asılıdır. Gördünüz uşaqlar? Həmişə məntiq axtarın. Bir dərs oxuyanda məntiq axtarın. Bu dərs mənə başda nə dedi? Dərsin adı nədir? Dərsin adını axtarın, kitabda tapın, oxuduğunuz dərsdə tapın. O zaman artıq sizə zaval yoxdur. Başa düşdünüz? Hələ biz bunları o dövrə sistemin içində çəkəndə vahşi mükəmməl olacaq. Bütün dərsi beyin getdi. Axıra qədər. Uşaqlar, bundan sonraki dərsə baxaq. Lampanın ardıcıl və paralel birləşdirilməsi. Yəni, istəyirəm mən bu kimya kitabını, kimyanı qutaraq, fiskanı qutaraq başqa dərslərimizi, fiskanı təkrarını eləyib çıxaq aradan çıxsın. Lampanın ardıcıl və paralel birləşməsi. Uşaqlar, ardıcıl və paralel birləşməyi keçirsiniz. İndi görək, burada da bir də baxaq görək ardıcıl və paralel birləşmə nədir? Təbiət dərsində lampanın ardıcıl və paralel birləşməsini öyrənmişsiniz. Lampanın bir-birinin ardınca dövrəyə, şəkil 1-dəki kimi birləşməsinə deyirlər ardıcıl. Uşaqlar, burada altından xət çəkin. Bir-birinin ardınca, lampanın bir-birinin ardınca dövrəyə birləşməsi. Buna deyirlər ardıcıl birləşmə. Yəni, şəkilə baxdınız mı uşaqlar? Şəkil 1-də nətərdir? Görsən? Görsən, ardıcıl birləşib bir-birindən. Ardıcıl. Bəli. Mən bateriyanın birincisində müsbətdən çıxıb,
gedir o birisi bateriyaya. Mən buradan da mənfidən çıxır, gedir o birisi bateriyaya. Sonra Belə olanda mənim cəzbəyə əgər 2 dənə mənfidən çıxsaydısa, onda olası deyildi. hayır, onda mənfi onlara enerji verə bilməyəcəkdi. Ondan sonra da gəlib açar, açardan sonra lampaların ardıcıl birləşməsi. Yəni bir-birinin arxasınca dövrəyə birləşiblər. Ardıcıl birləşmənin bəzi üstünlükləri var. Məsələn, indi fərqini verir ki, ardıcılla paralel birləşmənin üstünlükləri nədir? Ardıcıl birləşəndə lampaların sayı çox olduqda, deməli, məsələn, lampanın sayı çox olduqda onları dövrəyə birləşdirmək üçün paralel birləşmə ilə müqayisədə daha az naqildən istifadə olunur. Yəni, burada az naqildən istifadə olunur. Bir, az naqil. Bunu qoyun, bunu altına xət çəkin, soruşacağım hamı. Həm də dövrənin yığılması daha az olur. Məsəl üçün, şunurdur, o şunuru hasat yığırsan. Paralel olanda qarışır bir-birinə. Söhbət bundan getdi. Yığılma asan olur. Bu 2. Sonra, ardıcıl birləşmənin indi çatışmamazlıqlarından danışır. Məsələn, lampanın biri, uşaqlar ekranı açın, bağlamayın. Lampanın biri sıradan çıxarsa və ya açılıb, ha? Mənim alakası 2-dir. Tamam, yaxşı. Sən niyə belə eləyirsən? Sən bilirsən ki, dərsə gedəcəksən də bayram. Mənim çox tez qutarır. Çox tez qutarır müəllim. Bilirsən niyə qutarır? Ya, orijinal zaretka yığan deyil, ona görə. Bəli. Hə. Bu deməli, məsələn, lampanın biri sıradan çıxsa, mən artıq dərs deyirəm, canının qorxusuna bütün avadarlığı stolun üstündə hazır vəziyyətdədir ki, rozetkalar orada. Baxıram, burada yoxdur, sırazı taxıram. Yəni, problem yaşamayın. Məsələn, lampanın biri, bunun yəni çatışmamazlıqlarını deyir. Lampalardan biri sıradan çıxarsa, açılıb çıxardılarsa, dövrədəki cərəyan keçirməməzliyi baş verəcək. Yəni, lampa 2 dənədir. Bir lampadan gəlir, çıxır elektronlar. Lampadan keçir, gəlir, o birisi şunura, şunurdan gəlir, naqildən. O birisi lampadan keçir. Sən bu lampanı açanda axı dövrə qapanmır, açıq qalır. Ona görə də burada 2 dənə birləşmələrdə, ardıcıl birləşmələrdə lampanın biri xarab olanda onu 6-cı sinifdə, uşaqlar düzünü deyil, bunu 6-cı sinifdə keçirsiniz. Yadınızda qalıb yoxsa yox? Deyil müəllim. Düz dərsdən başlamışsın da. Hə, bax bu birləşmələrdə artıq nə olur? Lampanın biri xarab olan kimi o birisi də yanmır. Sökəndə o birisi dövrə açıq qaldı, qapanmır. Digər lampalar sönür. Bu halı su təchizatı sistemində vintillərin ardıcıl birləşməsində tənzimləmək olur. Vintilin birini bağlasaq, borulardan su axmaz. Bunu bilirsə nətər uşaqlar nə olur? Bu sistemi lampa sistemində yox. Məsələn, evdəki bizim sular var da, su sistemi. Krantdır, birini bağladıq, o birisilərin hamısına su getmir, qutardı. Yolun ağzını bağlayır. Yəni, bu o sistemi. Sonra keçirim bu tərəf. Uşaqlar, buraya qədər başa düşdünüz? Ardıcıl birləşmədə deməkdir, lampaların ardıcıl birləşməsinə uğraşır. Deyirlər ki, görsən lampaların bir-birinin əsas da lampalardan gedir. Lampaların ardıcıl birləşməsinə deyirlər ardıcıl birləşmə, bu sistemi. Buranın üstün və mənfi cəhətləri var. Üstün cəhəti odur ki, az naqilə ehtiyacı olur. Onu yığıb açanda dolaşıq düşmür. Əsas bu üstünlükləri var. Amma mənfi cəhətdə odur ki, bir dənə lampa xarab olanda heç bir sistem yanmır. Sonra keçirik bu tərəf. Deyirik ki, uşaqlar burada göstəribdir nə? Fəaliyyət zamanı elementlərin ardıcıl birləşdiyi dövrədə ampermetrlərin göstəricilərin bərabər olduğunu müşahidə edirik. Bax, buraya fikir verirsiniz uşaqlar. Burada nəyin şəkli var? Voltmetrlərin şəkli var. Burada voltmetrlər qoyulur. Lampalardır. Burada 3 dənə voltmetr var. Uşaqlar görürsünüz. Diğerlisində. Voltmetrlərdə paralel birləşdirildi yoxsa ardıcıl? Ardıcıl. Paralel. Paralel, ay bayram yadından çıxmasın. Ardıcıl ampermetrdir. Başa düşdünüz?
Paralel. Görürsən burada paralel birləşdirir. Heç gətirib naqilin özündə ardıcıl getmirdi. Qırağa çıxardı və əlavə şunurla birləşdirib paralel. Cərəyan fəaliyyət zamanı elementlərin ardıcıl birləşdiyi dövrədə ampermetrlərin göstəricilərinin bərabər olduğunu müşahidə edirik. Bundan aşağıdakı nəticə alınır. Ardıcıl birləşmədə dövrənin istənilən hissəsində cərəyan şiddəti eynidir. Uşaqlar, yazın o işarə qoyun. İstənilən hissəsində cərəyan şiddəti eyni. Onu belə qurğun içinə salın. Orada nə sözü yazılıbdı uşaqlar? İstənilən hissədə. Eşitdiniz mi uşaq? Ha? Bəli, istənilən hissədə. Ayşə, uşaqlar, gərginliklə şiddətin fərqini yazın. İ ilə eşidirsiniz? V-nin fərqini qulağınızda sırğıyın. Bax, fikir verdiniz mi uşaqlar? Ampermetr ardıcıl birləşib və gəlir naqilin bir dənə hissəsinə qoyulur. Başa düşdünüz mü uşaqlar? Amma voltmetrə fikir verin uşaqlar. 2 dənə lampadır. Neçə dənə voltmetr qoyulub oraya? 3 dənə. Ay. Bax görürsən, mənbəyin də voltmetri yoxlanılıbdır. Oradakı o lampaların yanında da voltmetri yoxlanılıbdır. Fikir verdiniz mi? Bəli. Orada ampermetr harda qoşursan qoş, hər lampanın yanında ampermetr qoş. Onların hamısının cərəyan şiddəti eynidir. Yazılır ki, ardıcıl birləşmədə dövrənin istənilən hissəsində. Amma aşağıdakına baxın. Ardıcıl birləşmədə lampaların uclarındakı gərginlik. Bəli. Diqqət yetirdiniz mi uşaqlar? Bax, bu sizdən ayrıntıları soruşacağım. Lampaların uclarındakı gərginlik cərəyan mənbəyinin qütblərindəki uclarındakı gərginliyin bu ikisinin cəmi buna bərabərdir. Ardıcıl birləşmədə ampermetrin uclarındakı gərginliyin cəmi. Bax, bu cəm işarəsi. Cərəyan mənbəyinin qütblərindəki gərginliyə bərabərdir. Başa düşdünüz mü uşaqlar? Ampermetr hər yerdə eynidir, amma gərginlik mənbədəki gərginliyin, hər ikisinin cəmi mənbədəki gərginliyə bərabərdir. Yəni burada I bərabərdir. I1, I bərabərdir. I2, I2, 3. Üçü də bir-birinə bərabərdir. Harada baxarsan, ümumi devrənin cərəyan şiddəti birinci lampadakı, ikinci lampada fərq eləmir. Amma gərginliyə gələndə, çünki hərənin öz gərginliyi var. Çünki devrədə mənbədəki gərginliklə o elementlərin uclardakı gərginlik fərqlidir. Və mənbəyin gərginliyi o uclardakı gərginliyin cəminə bərabərdir. Uşaqlar, başa düşdünüz bunu? Hə? Başa düşmədinizsə bir də deyim. Xeyr, mən başa düşdüm. Bayram, sən izafı bir də deyim. Bayramdakı yoxa çıxdı. Amil, Ramal, Amil ikiniz də deyin görüm orada nə demək istəyir? O sarıları bilməm. Hə, o sarıları bizə mənə izahını verir. Ardıcıl birləşmədə dövrənin istənilən hissəsində cərəyan şiddəti eynidir. Mən deyir ki, ardıcıl o bir lampa baxmışdıq ardıcıl birləşmədə. Deyir ki, ardıcıl birləşmədə həmin dövrənin istənilən yerində, yəni cərəyan şiddətini nə ilə ölçürük? Mən ampermetrlə. Deyir ki, yəni haraya qoyursan qoy, lampaların yanına da qoysan, başqa yerə götür. Ampermetrin hamısı şkalası eyni rəqəmi göstərəcək. Başa düşdün mü? Bəli, hər yerdə eyni olacaq. Eyni göstərəcək ampermetr. Bəs sonra nə dedi? Deyir ki, ardıcıl birləşmədə lampaların uclarındakı gərginliklərin cəmi cərəyan mənbəyinin qütblərindəki gərginliyinə bərabərdir. Hacı, voltmetr qoyduq bu lampanın yanına. Bir dənə bax bunu görsən, aşağıda V1 yazır, V1, V2 gördün mü? Hə? Gördüm mən, bəli. Ay, sağ. Bax gördün? V1, V2 bax bunların ikisi də bu
V-dən fərqlidir. Bax, bu mənbə yuxarıdakı mənbədir. Yəni, V1 üstə gəlsin, V2 bərabərdir V. Bu nə deməkdir? Yəni ki, Oxu. ardıcıl birləşmədə lampaların uclarındakı gərginliklərin cəmi cəryan mənbəyinin qütblərindəki gərginliyinə bərabərdir. Başa düşdünmü? Bəli. Deyək ki, mən ardıcıl birləşmədə lampalarının uclarındakı həmin o Gərginliyin cəmi cəmi mənbədəki qulaq as. Bu şəkilə qayıt. Qulaq as, qayıt bu şəkilə. Şəkil 1-ə qayıt. 59-da. Bəli. Gördünüzmü? Bax, o lampanın yanına bir dənə voltmetr işarə qoy. Bir dənə lampanın yanına bir dənə bura paralel birləşdir. Bax, belə qoyacaqsınız uşaqlar. Mən şəkilini sizə göstərəcəm. Bax, uşaqlar, bax, belə bir şəkil çəkin ki, verirsiniz. Bax, bataryanı burada, bunun voltmetrini ölçürəm. Bax, burada ucda gəlib burada olacaqdır. Biri də bax, bunlar olacaq. Gördün mü? Bax, bunlar. Bax, bunlar. Bununla bunun voltunun cəmi bunun voltuna bərabər. Bildiniz? O ikisinin gərginliyi cəmi mənbədəki. Başa düşdünüz uşaqlar? Şəkli gördünüz mü indi? Hə? Tamam, deyə bilərsən, balaq. Səsin bağlıdır. Ardıcıl birləşmədə dövrənin istənilən hissəsində cəryan şiddəti eynidir. Yəni, Lampaların yanına qoyduğumuz ampermetrlə dövrədəki ampermetr hamısı eyni göstərir. hamısı eynidir. Ardıcıl birləşmədə lampanın uclarındakı gərginliklərin cəmi cəryan mənbəyinin qütbündəki gərginliyə bərabərdir. Başa düşdünmü nə demək? Hemen buradaki batarya düz qıraqlarına qoyduq, naqil birləşdirdik. Orada bir voltmetr qoyduq. O voltmetr bərabərdir o lampalardakı voltmetrlərin cəmi. Bildin? Bayram deyə bilərsən, sən başa düşdün mü, ay Bayram? Mən birincisini deyim mən. Bayram haradasan sən? Bayram Mən birincisini öyrəndim. Birincisini öyrəndin? Bəli. Deyil. Ardıcıl birləşmədə dövrənin istənilən vaxt istənilən hissəsində cəryan şiddəti eynidir. Aha, de görüm. Sonrakını. Ardıcıl birləşmədə lampaların uclarındakı gərginliklərin cəmi mənbəyinin qütblərindəki gərginliyə bərabərdir. Sən mənə de görüm, sən düzgünü deyirsən. Başa düşürsən, şəkli gözün qabağına mı gətirirsən, yoxsa əzbərliyin asaddır mı? Bir yaxşı dediyi sözlərlə baxıram görüm eynidir, necə düşür üst-üstə. Baxıram. Baxmaqdan əvvəl həmişə bir deyəndə belə eləyiş. Şəkli gözünüzün qabağına gətirin. Bəli. Şəkil gözünüzün qabağına. Qırağındakı şəkillərə baxıb başa düşməliyik. O şəkilləri gözünüzün qabağına gətirin, o şəkillə yadınıza salın, onunla deyim. O desə daha yaxşı. Bayram, sən deyə bilərsən o şiddətlə gərginliyi? Bəli. Ardıcıl birləşmədə dövrənin istənilən hissəsində cəryan şiddəti eynidir. Aha, sonra? Ardıcıl birləşmədə lampaların uclarındakı gərginliklərin cəmi cəryan mənbəyin qütblərindəki gərginliyə bərabərdir. Başa düşdün mü? Bəli, mənim. Ay, sağ ol. Bax, bu şəkildəki kimi. U1, V1 üstə ki, burada U ilə yazılıbdır. U1 bərabərdir, bu gərginliyi yazılıbdır. U bərabərdir, U1 üstə gəlsin U2. Bunu bildik. Bu gərginliklər. Mənə seti zəif alır deyə mən tez atır. Sən niyə bilirsən belə? Sizdə niyə belədir bu? Mən bilmirəm. Mən yaxşı deyəsin deyir. Sadəcə bir dənə mənim telefonumda belədir. Sənin telefonda belədir. Yaxşı yoxsan heç olmasa dədən bir telefon alsın da sana. Alacam.
Ay sağ ol. Da görürsən oxumaq belə şeydir. Ay kitabı götürdünüz mü uşaqlar? Heç soruşmuram. Bəli, mən götürdüm. Bəli, müəllimə. Ha, bayram götürdü verdi. Bəli. Ha, heç nə. Kartı ödəyirsiniz pulun ya da elə yox siz bir Ramazan tam ödəyirsiniz pulu. Ödəniş kartı elərsiniz. 7 manat 70 qəpikdir özünün qiyməti. Amma yayda dərs keçəcək. Tamam o dərsdən əməlli başlı onunla bağlı sizdən bütün bölümlərin dərsini orada keçəcək. Kitabın yarıdan çox hissəsi. Sonra müşahidələr göstərdi ki, ardıcıl birləşdirilən lampanın sayı artdıkça onların parlaqlığı azalır. Bunu bilirik. Ardıcıl birləşmədə lampaların parlaqlığı azalır. Buna səbəb dövrənin ümumi müqavimətinin artmasıdır. Deməli, buna səbəb nədir uşaqlar? Biz hələ bilmirdik ki, niyə görə müqavimətinin artması. Mətin olması. Biz hələ bilmirdik ki, bu niyə bu vəziyyətə düşür. Sən demə müqavimət demiş ona təsir edir. Buna səbəb dövrənin ümumi müqavimətinin artmasıdır. İkinci, lampanın müqavimətinə uyğun olaraq iki lampanın müqavimətinə uyğun olaraq R1, R2 onların ümumi müqavimətini isə RA ilə işarə edək. Bax, indi müqavimətlərə baxaq. Deyir ki, sən demə, ardıcıl birləşmədə lampanın işığının zəif olmasının günahı ümumi müqavimətdəymiş. Naqilin ümumi müqavimətindəymiş. İki lampanın müqavimətinə uyğun olaraq R1 və R2 onların ümumi müqavimətini isə RA ilə işarə edək. Ohm qanununa görə mənbəyin uclarındakı gərginlik dövrədəki cərəyan şiddəti ilə ümumi müqavimətin hasilinə bərabərdir. Nəyə görədir? Ohm qanununa görə mənbəyin uclarındakı gərginlik dövrədəki cərəyan şiddəti ilə ümumi müqavimətin hasilinə bərabərdir. Biz bunu bilirik də. U bərabərdir. I vurulmuş R. Bu hardan gəldi bu? Uşaqlar bir yana baxın bura. Burada nə idi? 51-də. Atın. Mən 51 lampaydı müəllimə. 51'də düstura baxın. Elektrik ohm qanununa baxın. R bərabərdir U bölünmüş I. Buradan da U bərabərdir R vurulmuş I. Başa düşdünüz uşaqlar? Evet, müqavimət bərabərdir. Bunu biz bilirik. U bərabərdir. Ohm qanununda U'nun qiymətini tapsaq I vurulsun RA. I1 baxaq görək nədir uşaqlar. Burada U1 bərabərdir. U1. Yəni birincidəki lampadakı gərginlik I vurulsun R1. U2 bərabərdir. I vurulsun R2. Çünki hamısının cərəyan şiddəti eyni. Onların müqavimətləri fərqlidir. O da U bərabərdir. U1 üstə gəlirsin. U2 ifadəsini yerinə yazmaqla yuxarıda I1 RA bərabərdir. I vurulsun R1 üstə gəlirsin. I vurulsun R2 bərabərliyini alırıq. Bərabərlərin hər iki tərəfindən cərəyan şiddətini ixtisar elədik. Hamısında cərəyan şiddəti ixtisar elədik. İfadəsini alsaq, alınan qanuna uyğunluq aşağıdakı kimi ifadə olunur. RA bərabərdir. A bərabərdir. R1 üstə gəlsin R2. Alınan qanuna uyğunluğu aşağıdakı kimi ifadə edilir. Ardıcıl birləşmələrdə lampaların ümumi müqaviməti ayrı-ayrı lampaların müqavimətinin cəminə bərabərdir. Buraya qədər dayanaq. Buradan o tərəfə keçməyik. Deməli, axırıncıdan aldıq uşaqlar. Söhbət nədən getdi? Ardıcıl birləşmələrdə lampanın ümumi müqaviməti. Deməli, ardıcıl birləşmələrdə birinci cərəyan şiddəti eyni olduğu üçün uşaqlar ümumi danışdıq. Fikir verdiniz mi? Baxın oraya. I1 bərabərdir 2, o da bərabərdir I. Yəni, burada hər yerdə cərəyan şiddəti eyni olduğu üçün burada naqildən danışdıq. Amma aşağıdakılarda gərginliklə müqaviməti ayrı-ayrı oldu. Ona görə də burada hər ikisində lampadakı vəziyyətdən danışdıq. Bayram eşidirsən məni? Bəli, mən eşidirəm. Bax, fikir verdim orada. Bax, o sarı yerləri diqqətlə yadınızda saxlayın. Biz burada birincidə bütün hər yerdə cərəyan şiddəti eyni olduğu üçün ümumi danışdıq. I1 bərabərdir I2, o da I3.
Amma aşağılarda müqavimətlə gərginlik fərqli oldu. Aşağı yuxarı müqavimət U bərabərdir U1 üstə gəlinsin U2 bu gərginlik oldu. Amma müqavimət bərabərdir. Müqavimətin də öz düsturu var. Düsturunda yerinə yazdıq. Bilirsiniz uşaqlar, o düsturun çıxarışını öyrənin. Bu bərabərdir I1 vurulsun RA ümumi. Burada da hamısının yerinə qiymətini yazdıq. Ümumi R'in qiyməti IRA bərabərdir. IR1 üstə gəlinsin IR2. Burada da hamısında cərəyan şiddəti İ'n olduğu üçün üstdən xətt çəkdik. Fikir verdiniz mi? Bayram, amin, romanın gözü alma der. Axırıncı dəfə olsun, burada kitaba bax. Mən burada Kitabı bax. yer dartıram, bu uşaq çölə baxın. Ümumi U bərabərdir. Cərəyan şiddəti vurulmuş RA. Biz də deyirik ki, burada cərəyan şiddəti müqavimət. Ümumi gərginlik bərabərdir. Cərəyan şiddəti vurulsun müqavimət. Oraya yazın. Qiymətli yadınızda qalsın. Bir dənə dağlı tələbəm var. Onun ağzım ondan o qədər yanır ki, hər şeyi kitaba yazırım. Burada gərginlik bərabərdir. Cərəyan şiddəti vurulsun. Nə? Müqavimət. Bunu bilməlisiniz. Buradan da uşaqlar fikir verdinizmi? Gəlib nə elədik? Burada da dedi ki, uşaqlar baxırsınız, gərginlik hər yerdə eynidir. Başa düşdünüzmü? Gərginlik ümumi mənbədəki gərginlik lampalardakı gərginliyin cəminə bərabərdir. Fikir verdiniz? U bərabərdir. U1 üstə gəlinsin U2. Başa düşdünüzmü uşaqlar? Yuxarıda düsturumuz var idi axı bizim. Ayşal, ikinci sağdaki düstura baxın. Və U bərabərdir U1. Vərəq götürün. Yanınıza bir vərəq götürün. Əlinizə tez. Vaxt gedir, mənim vaxtım yoxdur. Tez olun. Vərəqə yazın oraya. U bərabərdir. U1 üstə gəlinsin U2. Yazdınız mı? Bəli. Bayram yazdın mı sən də? Göstərəm. Hə. Orada aşağıda yazırdı ki, hamısının U bərabərdir nədir? Biz ohm qalındakı düsturdan gətirdik yerinə qoyduq. U bərabərdir. I vurulsun RA. Yazdınız? Ümumi gərginlik bərabərdir. Cərəyan şiddəti vurulsun müqavimət. Başa düşdünüz? Yəni buradan belə çıxır ki, müqavimətlə cərəyan şiddəti nə qədər çox olarsa, gərginlik də bir o qədər çox olur. Başa düşdünüz uşaqlar? İndi gəlin buraya baxın. İndi o bərabərdir. Özünüz yazın, heç kitaba baxmayın. Orada indi gəlin, onun qiyməti nədir? Yerinə yazaq. U bərabərdir. I vurulsun RA. Kitabda verib. Verdi mi? Hə? Distur. Altına yazın. U bərabərdir. I vurulsun RA. Verdiyinizdə də baxın uşaqlar. Yazdığınızda da baxın. Baxdınız mı? U bərabərdir. Hə. Cərəyan şiddəti vurulsun RA. I vurulsun RA. Yazdınız uşaqlar. Hə? Bəli. Biz burada burada da ikinci başlıq var. İkinci sarı yerdə nə yazdı? Mən ardıcıl birləşmədə lampaların uclarındakı gərginlikləri İndi gətirin uşaqlar. Burada U'nun da, U1'in də, U2'sin də qiymətini yerinə yazın. U bərabərdir yazın. U bərabərdir. U1 üstə gələ U2. Aşağı yazın ondan. Ondan aşağıda yazın. Yazdınız mı? U bərabərdir. U1 üstə gələ U2. Yazdınız mı? Mən onu yazıbdım mən. Yazdınız mı? İndi burada U'nun da qiymətini öz yerinə yazın. U1'in də qiymətini yazın. U2'nin də qiymətini yerinə yazın. U'nun qiyməti nədir uşaqlar? Ümumi mənbədəki cərəyan şiddəti vurulsun müqavimət. Yazın ki,
U'nun yerine yazın. U-R-A. Yazın. U-R-A. U yazmayın. Yazın ki şeye yazdınız mı? U beraberdir. U1 üstə gələ U2'yi yazdınız mı? Mən yazmışım. Ondan aşağıda yazın ki U'nun kıymetini yerine yazaq. U'nun kıymeti I-R-A'dır. Yazdınız. Mənə I-R-A beraberdir. Böyle yaz. Bax o nəyin qiymətidir uşaqlar? Bu U bərabərdir I-R-A-nın qiymətidir. Bax mən yazıb bu dəqiqə sizə göstərəcəm. Bu yüzden dəftərimi çıxardım. Durun bu artıq sizə göstərəcəm. Fikirimizi də uşaqlar. Hə, daşqanı görürsünüz uşaqlar. Hə? Burada yazılıb. Eşidirsiniz? Burada yazılıb ki U bərabərdir. Nə yazılıb? U1 üstə gəlinsin U2. Gördünüz mü bunu uşaqlar? Hə? Mən tam görsənmir. Tam görsənmir. Niyə göstərmir? Hə? Mən biraz yuxarı qaldırıram. Belə. Mən indi görsəm. Hə. Bundan sonra bax uşaqlar, indi U1'in qiyməti nədir? U1 bərabərdir. Nə yazılıb buraya? 1 1 oldu mu bu? U2'nin qiyməti neçədir? U2'nin qiyməti bərabərdir. U2 bərabərdir. I R2. Çünki içəriyə şiddət hamısını deyil. Başa düşdünüz mü uşaqlar? Hə? Bəli. Sonra biz unun da qiyməti nədir? Bax bu unun da özünün qiyməti budur. U da bərabərdir. I vurulmuş R. Bax. Başa düşdünüz mü? Gördünüz mü bunu? Ha? Bəli. İndi nə yazıram? Hamısının qiymətini yerinə yazıram. Bax, təsəvvür edirsiniz bax bunu. Bunu da yazıram. Hamısının qiyməti I bərabərdir. Yox, I A. Eləmi uşaqlar? Bərabərdir. 1 R A üstə R. I R 2. Eləmi uşaqlar? Hamısında R var mı? Ha? Bəli. Hamısında I var mı? I. Bəli, müəllimə. Bax, qulaq asın. İxtisara getdi, ixtisara getdi, ixtisara getdi. Nə qaldı? R A bərabərdir nə? R1. Aha, üstə gəlmişsin. R2. Başa düşdünüz? Bəli. Bax, görürsünüz mü dərs bunu? Bax, gördünüz mü bunu? Ha? Bəli, müəllimə. Bu nə deməkdir? Bu deməkdir ki, gəldi nə çıxdı? Axırıncı sarı çıxdı. Axırıncı nə dedi? İndi oxu bir. Mən axırıncı sarı ardıcıl birləşmədə lampaların ümumi müqaviməti ayrı-ayrı lampaların müqavimətləri cəminə bərabərdir. Başa düşdünüz? Bəli. Yəni ümumi ardıcıl birləşmələrdə lampaların ümumi müqaviməti ayrı-ayrı lampaların müqavimətləri cəminə bərabərdir. Ardıcıl birləşmələrdə lampaların ümumi müqaviməti ayrı-ayrı lampaların müqavimətləri cəminə bərabərdir. Yəni bunların hər ikisində lampadan söhbət getdi. Amma yuxarıda nədən getdi uşaqlar? Ardıcıl birləşmədə dövrənin istənilən hissəsində Dövrədən söhbət getdi. Gördün? Yadınızda qaldı? Mən onun üçün də öyrəndim. Öyrənməklə deyil, dərk eləmək lazımdır. Mən öyrənmək qane eləmir. Mənə dərk lazımdır. Mən həm də öyrənmişəm də. Siz Başa dediniz də. düşdünüz? Olay yazdıq. Ha? Yazdım. Nə Olay yazdın? yazdım.
Burada Yazılı. daskıya yazdığımı mı? Bəli. Görün belə söyləndə necə göstərir uşaqlar. Belə söyləndə necə göstərir? Məsəl üçün. Enini göstərir yoxsa necə? Mən bir tərəfə düşürəm. Mən yox, söhbət yazıdan getmir. Ekran enini görünürmü? Bax belə. Mən indi yaxşı. Bəli. Ay, İndi deməli normal. ekran enini görünür. Tamam, bundan sonra bu üsuldan istifadə edəcəm. Yaxşıdır? Bəli. Ay, sağ ol. Uşaqlar bu qədər. Mənim jobisi dərsimə gecikirəm. Başqa dərsim var. Bunu uşaqlar oxuyun. Bizim neçə dərsimiz qalıbdı? Bu historiya keçəndən sonra bizimcə qalır 1 2 3 dənə dərsimiz qalırdı. 3 dənə mi? 2 dənə? 2 Bəli, dənə. mən axşam dərsimiz olacaq. Axşam dərsə girərsiniz, səhər dərs olacaqdır. Düzdür, Güzel. əsas olanın dərsidir. Sizdə sabah 2 dərs keçir. Amma təkrar üçün girin uşaqlar. Təkrar üçün girin daha yaxşı gəlir. Olar? Altılarındır. Yox, bu gün Yaxşı. yetkilərindir. Başa düşdünüz? Tamam uşaqlar, sağ olun, görüşərik. Axşam girərsiniz dərsə, onların dərsi də təkrar sizdə daha da yaxşı olsun ki, yadınızda Mən qalsın. saat 8-də olacaq. Neçədə olur həmişəki vaxt? Hə, 8. Sağ olun. Fizikanı təhvil edək, qutaraq keçək başqa dərslərimizə. Yaxşı? Yaxşı. Sağ olun. Sağ olun.